Salam əziz Zehin Pod dinləyiciləri, mən Murad. Salam, mən də Leyla. Hər vaxtınız xeyir. Bugün yenə maraqlı bir mövzu ilə qarşınızdayıq. Nevzat Tarhanın Psixoloji Savaş kitabını əsas götürərək, psixoloji müharibənin nə olduğunu, necə işlədiyini anlamağa çalışacağıq. Bəli, Murad, mövzu həqiqətən çox aktualdır. Çünki müasir dünyada informasiya, yəni məlumat, demək olar ki, ən güclü silahlardan birinə çevrilib. Elədir. Məqsədimiz də odur ki, görək bu məlumatlar bizim duyğularımıza, düşüncələrimizə, hətta gündəlik davranışlarımıza necə təsir edir. İstər müharibə olsun, istərsə də sülh şəraiti. Kitabın özü də əslində çox geniş bir spektr əhatə edir. Yəni, tarixi təbliğat üsullarından başlayır. O köhnə varəkələrdən filan. Bəli, oradan başlayıb, bugünkü mürəkkəb informasiya müharibələrinə, hətta elektron müharibə dediyimiz şeylərə qədər gəlib çıxır. Maraqlıdır. Kitabda deyəsən belə bir fikir də var ki, nüvə silahları falan olduğuna görə artıq birbaşa toqquşmalar, necə deyim, daha risklidir. Ona görə də psixoloji metodlar önə çıxır. Tamamilə doğrudur. Baxın, müəllif vurğulayır ki, münaqişələrin daha çox qansız həllinə doğru bir meyl var. Bu da avtomatik olaraq psixoloji savaş metodlarını mərkəzə gətirir. Artıq əsas hədəf, yəni bədənlər yox, zehinlərdir. Yaxşı, bəs bu psixoloji müharibə dediyimiz şeyin tərifi nədir kitabda? Yəni, tam olaraq nəyi nəzərdə tutur? Əsasən, məlumatın sistematik şəkildə istifadə edilməsidir. Məqsəd nədir? İnsanların qavrayışını dəyişmək, sonra da davranışlarına təsir etmək. Və bu təkcə döyüş zamanı deyil, sülh dövründə də eyni ilə tətbiq olunur. Sülh dövründə necə olur ki? Məsələn? Məsələn, bayaq dediyimiz kimi, klassik üsullar var idi. Birinci, İkinci Dünya müharibəsində əskərlərə atılan vərəqələr. Amma indi informasiya müharibəsi deyilən bir anlayış var. Aha. Bu daha mürəkkəbdir. Hədəflər artıq təkcə əskərlər deyil. Kompüter şəbəkələri, enerji sistemləri, banklar, yəni cəmiyyətin özününü təşkil edən infrastruktur hədəf alınır. Deməli, təsir sahəsi çox genişlənib. Bəs təbliğatın özü, informasiya müharibəsi içində onun rolu necədir? Yəqin ki, fərqli növlər də var. Əlbəttə. Müəllif bunu gözəl şəkildə təsnif edir. Ağ təbliğat var, mənbəyi bəllidir, açıqdır, hökumətin rəsmi açıqlamaları kimi. Aydındır. Sonra qara təbliğat var, bax bu çox təhlükəlidir, mənbə ya tamamilə gizlədilir, ya da saxtalaşdırılır. Məqsəd qarşı tərəfdə çaşqınlıq, inamsızlıq yaratmaqdır. Dəhşətdir. Bir də boz təbliğat var. Mənbə tam bəlli deyil, qeyri-müəyyəndir. Şayələr, bəzən məqsədli sızdırılan məlumatlar bu qəbildəndir. Hətta kitabda silahlı təbliğat anlayışına da toxunulur. Silahlı təbliğat. O necə olur? Bu deməkdir ki, zorakılıq aktları, məsələn terror hücumları, həm də bir təbliğat mesajı ötürmək üçün edilir. Yəni, qorxu yaratmaq, cəmiyyəti sarsıtmaqla müəyyən bir mesaj verilir. Terror qrupları çox istifadə edir bundan. Çox ciddi məsələlərdir. Bəs bu təbliğat təkcə siyasi və hərbi sahədədir, yoxsa başqa vasitələr də var? Əlbəttə, başqa vasitələr də var. Mədəniyyət, iqtisadiyyat, bunlar da çox güclü psixoloji təsir vasitələrdir. Məsələn, Hollywood filmləri vasitəsilə müəyyən həyat tərzinin, dəyərlərin təbliği. O amerikanlaşma dediyimiz. Bəli, mədəni ixrac və ya iqtisadi sanksiyalar, təzyiqlər. Kitabda konkret bir nümunə də var deyəsən, ABŞ-ın vaxtilə Türkiyəyə film idxalı ilə bağlı göstərdiyi təzyiq kimi. Deməli, təsir dairəsi həqiqətən çox genişdir. İctimai rəyin manipulyasiyası məsələsi də var deyəsən kitabda. Pearl Harbor, 11 sentyabr kimi hadisələr, onlar necə təqdim olunur? Yəni, kitab konkret bir mövqe tuturmu? Xeyr, kitab konkret mövqe bildirmir. Sadəcə olaraq bu hadisələr ətrafında mövcud olan müzakirələrə, bəzən konspirasiya nəzəriyyələrini işarə edir. Yəni, göstərir ki, belə böyük hadisələr ictimai rəyi formalaşdırmaq və ya müəyyən istiqamətə yönəltmək üçün necə bir zəmin yarada bilir, bunu müzakirə kontekstində verir. Anladım. Bir də deyəsən, təkcə ictimai rəy yox, cəmiyyətin əsas institutları da hədəf alınır. Məsələn, ordu kimi. Bəli, bu da vacib bir məqamdır. Cəmiyyətin dayaq sütunları sayılan qurumlar, ordu, məhkəmə, hətta bəzən dini qurumlar hədəf alınır. Məqsəd onların etibarını sarsıtmaq, daxili birliyini pozmaqdır. Kitabda Türkiyə Silahlı Qüvvələri TSK nümunəsi üzərindən bu məsələyə toxunulur. İndi biraz daha fərqli, bəlkə də daha qorxuducu bir mövzuya keçək. Beynə nəzarət. Bu elmi fantastika deyil ki,
Kitab doğrudan belə şeylərdən bəhs edir. Hə, bu hissə həmişə çox diqqət çəkir. Kitab bu mövzuya toxunur, amma daha çox, necə deyim, tarixi təcrübələr və bəzi spekulativ, yəni fərziyyələrə əsaslanan yanaşmalar kontekstində. Necə yəni? Məsələn, tarixi faktlar var. İkinci Dünya müharibəsində əsgərlərin döyüş qabiliyyətini artırmaq üçün amfetamin kimi stimulyatorların istifadəsi. Ya hipnoz təcrübələri? Bunlar olub. Bəs daha müasir, o fantastikaya bənzəyən şeylər? Daha müasir, amma hələ də çox mübahisəli və sübutu az olan mövzular var. Elektromaqnit dalğaların beyinə təsiri ilə bağlı fərziyyələr var. Məsələn, mikrodalğalar və ya VLF, çox aşağı tezlikli dalğalar. Sonra Dr. Delgado kimi tədqiqatçıların heyvanlar üzərində beyin implantları ilə apardığı təcrübələri var idi, davranışları idarə etmək üçün. Vay be. Hətta parapsixologiya və uzaqdan görmə, remote viewing kimi sahələrə də qısa istinad edilir. Vaxtilə ABŞ kəşfiyyatı da bu sahələrlə maraqlanıb. Amma bunlar daha çox insanın davranışına potensial olaraq necə təsir etmək olar sualının cavabını axtaran tədqiqatlar kimi təqdim olunur. Yəni, sübut olunmuş metodlar kimi yox. Anladım. Deməli, bir tərəfdən texnoloji imkanları araşdırılır, digər tərəfdən isə yəqin ki, insanın özünün psixoloji zəiflikləri də istifadə olunur, elə deyilmi? Əlbəttə, bax, bu çox vacibdir. Müəllif fərdin və cəmiyyətin psixoloji axilles dabanına, yəni zəif nöqtələrinə diqqət çəkir. Nə kimi zəifliklər? Məsələn, bəzi şəxsiyyət tipləri, narsisizm, paranoya kimi pozuntular. Bunların münaqişə və ya liderlik situasiyalarında necə təzahür etdiyi, necə istifadə oluna biləcəyi müzakirə edilir. Hitler nümunəsi verilir kitabda. Eyni zamanda cəmiyyət səviyyəsində emosional zəkanın əhəmiyyəti vurğulanır. Əgər cəmiyyətdə emosional zəka səviyyəsi düşürsə, bu intihar hallarının artması, sosial problemlərin dərinləşməsi kimi mənfi nəticələrə gətirib çıxarır və bu zəifliklərdən də istifadə edilə bilər. Yaxşı. Bəs bütün bu təzyiqlərə, manipulyasiyalara qarşı bir yol varmı? Yəni, fərd və ya cəmiyyət olaraq nə edə bilərik? Kitab alternativlərdən danışır mı? Bəli, danışır və bu da maraqlı bir hissəsidir. Güc tətbiqinə, zorakılığa əsaslanan metodlarla yanaşı, tamamilə fərqli bir fəlsəfəni, zorakılıqsız müqaviməti təhlil edir. Zorakılıqsız müqavimət. Gandhi kimi. Tam olaraq, məsələn, Henry David Thoreau'nun mülki itaatsizlik konsepsiyası var. Yəni, ədalətsiz qanunlara tabe olmamaq. Sonra Mahatma Gandhi'nin məşhur Satyagraha prinsipi, bu həqiqət gücü deməkdir. Və kitabda Səid Nursinin müsbət hərəkət yanaşması da qeyd olunur. Bunların əsas prinsipi nədir? Necə işləyir? Əsas gücü əməkdaşlıqdan imtina etmək və mənəvi üstünlüyü qorumaqdır. Yəni, qarşı tərəfin zorakılığına zorakılıqla cavab verməmək, amma onunla əməkdaşlıqdan imtina edərək onun gücünü azaltmaq və mənəvi olaraq haqlı mövqedə durmaq. Çox maraqlıdır. Deməli, yekunlaşdırsaq, əsas nəticə budur ki, psixoloji təsir həyatımızın hər sahəsinə nüfuz etmiş, çox mürəkkəb, çox şakəli bir qüvvədir. Təkcə məlumat və texnologiya ilə yox, həm də mədəniyyət də insan psixologiyasında incəlikləri ilə işləyir. Elədir və bu təkcə müharibə vəziyyəti üçün keçərli deyil. Sülh dövründə də cəmiyyətləri formalaşdırır, istiqamətləndirir. Gündəlik həyatımızda belə hiss etməsək də əslində daimi təsir altındayıq. Bütün bunları bilmək, anlamaq, sizin üçün, yəni bizim üçün, dinləyicilər üçün nə ifadə edir, Leyla? Bunun praktiki əhəmiyyəti nədir? Bax, bu məncə ən vacib sualdır, Murad. Kitabın da dolayısıyla işarə etdiyi kimi, texnologiya inkişaf etdikcə, Echelon kimi qlobal dinləmə sistemləri, beyin xəritə çəkməsi kimi gələcək potensial imkanlar insan zehnini izləmək və ona təsir etmək qabiliyyəti artır. Hə, bu biraz ürküdücü səslənir. Elədir. Və sual budur. Belə bir mühitdə, yəni hər tərəfdən hədəflənmiş məlumat axını, mürəkkəb təsir üsulları ilə əhatə olunduğumuz bir dövrdə biz fərd olaraq tənqidi düşüncəmizi, zehni müstəqilliyimizi necə qoruya bilərik? Bu, həqiqətən də hər birimizin üzərində düşünməsi gərəkən bir məsələdir. Çox doğru. Bu dərin müzakirə üçün təşəkkür edirəm, Leyla. Düşünürəm ki, dinləyicilərimiz üçün də çox faydalı və düşündürücü oldu. Mən də təşəkkür edirəm, Murad. Siz dinləyicilər, ümid edirik ki, bugünkü söhbətimiz sizin üçün də maraqlı oldu. Zeyn Podu izləməyə davam edin. Əgər bu bölümü bəyəndinizsə, kanala abunə olmağı və bəyən düyməsinə basmağı unutmayın. Növbəti buraxılışlarda görüşənədək. Sağ olun.